Salam əziz tamaşaçılar, xoş gördük sizləri. Bugünkü verilişimizin qonağı tanınmış şair Ələkbər Yasamallıdır. Xoş gördük Ələkbər. Xoş gördük, xoş gördük. Mən salamlayıram. Ələkbər, ilk növbədə mən tanışam, yəni sizin verilişlə. Meyxanamda demişəm, son zəng meyxanasında ki, belə bir qafiyyətdə həm sevinc oldu, həm qəm mənə son zəngi günü. Həm sevinc oldu, həm qəm mənə son zəngi günü. Türklər yanvar ayıdır, 90-cı ildə yanvarda, 11 yaşım var. Bizi köçürdülər bir soğuk bir dənə yerə, orada məşq eləməyi, Yasamallı obşilinin altında. Yəni dünyadan köçmüş hansı sənətkarlarla, yəni ustadlarla meyxana bilirsiniz, hansı bir məclislərdə? Belə Ağa Səlimlə demişəm, Molla Məmmədlə demişəm. Yəni bunlar necə deyərlər, kasetlərdə var, şeylərdə var, yadigarlar. Elçinlə qismət olmalı deyim, Neştəqalı Elçinlə. Amma o meyxana deyib belə baxmışam. Olmayan bir vəziyyətdə biri var ki, girdim, kompüterlə baxdım, meyxana olsa zəifliyib. Biz ona baxırdıq, onun fikirlərini uğramırdıq. Baxırdıq ki, onun texnikası nədir, o nə eləyə bilir. Stolüstü meyxana deyib yəni sənətimizi püxtələşdirirdik. Amma indi olsaydı, balet eləyərdim stolüstü, yəni belə Elçinin özünə, Məşəd Babaya, öz vicdanıma sığışdırmadım. Hər veriliş Nizamidən deyirdim. Yəni ki, Nizami onsuz tarixdə qalsaydı. Prosto 2001-dəki yarışmada bütün Azərbaycan meyxananın o içərisində olan prosesləri izləməyə başladı. Nizami yaddan çıxardılmağa çalışılırdı orada. İcazə vermirdilər. İcazə vermirdilər. Mənə Nizamiyə görə embargo qoydular, aynısı. Ona görə mən Nizami Rəmzidən indi nəyisə oxuyanda onun sözünə bir balaca, indi o vaxtki dövrlə indiki dövrdə bir şey olur da, yəni elə bir söz var ki, onu sualmayanda sağ olsunlar mənə heç kəsə istədim istəyir, ailə üzvləri istəyir, yəni çünki onlar hamısı bilirlər ki, rəhmətliyin anası onu halallayır, amma görürsən kimsə eləyəndə mənə şikayətlər gəlir. Özünüzü ustad dərəcəsində görürsünüz? Mən yox. Mən yaşım var. Və sizə ustad deyə müraciət edən tələbələrimiz varmı? Tələbələrim indi mən heç vəbşi tələbə kiməsə kömək eləyəndə özünə deyəm ki, mən sənə Allah xatır kömək eləyəm. Gələcəkdə həm görsən ki, məndən nəsə öyrənmirsən, sözün açığı başqa işlər görmüşəm də, indi hələ ki o gəlir yeri kimi yox, kiməsə gələcəkdə köməyi toxunan bir işlər görmüşəm. İnşallah onu da, amma beynimdə var ki, bir nəsə biznes qurum, xırda biznesdə özümüzə aylıq dolanışır. İnşallah oyun olsa, yəni deyəcəyik ki, Qarabağı azad eləmişik. Yəni hər məclisimizdə, hər xeyir işimizdə bunlardan deyirik, yaxşı kişilərimizdən deyirik. İstəyir o məsələsini, necə deyərlər, yaxşı kişi qəhrəman olsun, general olsun, istəyir pristuplu mirdə olsun. Mən həmişə demişəm ki, mən elə kişilər var ki, onların üzlərini görməmişəm. Amma mən özümə borc bilmişəm, onların adını deyim. Nə yolun olur olsun, tanışla, rüşvətlə, dostluqla, o yol tapıcı özünə. Çünki o özü bilir onu. İstedadlı adam arxain olur. Ki, əşyayında açansı çıxacağım da ortaya da. Onsuz bilir bu bunda var, biraz arxainçilik yarar. Onsuz ona kömək eləmək lazımdır yola sizə. Yəni meyxananın tonu var da, o sənin deyil, adam bu meyxananın tonu. Amma indiki meyxanaların olur, məsələsində tutaq qafiyədir, ay can alan can belə olmalıydı, məsələsində o vaxt o da dəyişməyib də belə gedir. Ay can alan can belə olmalıydı, ay can alan can belə olmalıydı, rap tez ritim bu idi. İndiki amma ay can alan can belə olmalıydı, ay can alan can belə olmalıydı. Amma mən yanıltmaz demirəm ki, yəni mən imtahan verən vaxtımda da ki, o dilim dolaşsın, mən o tezlik. Meyxana nədir? Fikir, avaz, yəni onlar üst-üstə fikir səni satmalıdır. O aslı deyəndə, məndə söz fikirləşməyə imkan yarar, namikim. Yəqin ki, Məştəqa məktəbini yaradan Ağa Səlim Çıldaq olubsa, Yasamallı yaradan kim olub onu? Nizami Rəmzinin adı ilə bağlanır. Nizami Rəmzinin amma Səlim olub, yəni böyük ağı gibi olub. Amma Nizami Rəmzi bizim elə bir ki, o önə çıxartdığımız
bizdən asılı olmayaraq da, yəni xalqın önə çıxartdığı şairlərimizdən biridir. Ağa Səlimdən də qabaq, sonram, orada güclü şairlər olub. Prosto Ağa Səlim də oradan ki, həm millətə tanınan birinci Ağa Səlimin adı gedib də, bildin necə. Molla Məmməd də olub, yəni orada şairlər Əlibala olub, rəhmətli Əlibala olub. Çox şairlər olub, Ağa Səlimdən də yaşlı. Amma sözlərimi mən dəyişmişdim 97-də, bunu zapis bıraxmaq istəyirdim. Belə bir şeydir də, gözümü yumub açınca mən puldalıca qaçınca cavanlığım getdi əlimdən. 97-ci ildə mən getdim, yazdırdım adımı Şəhriyar adına klubda Əl-İslam çempion oldu. Sonra Namiq Qarançıqoğlu, Aydingil orada laureat oldular, ikinci yer tutdular. O yarışda mən də olmaydım, dostum var, Qanlıgöl var Yasamalda, orada boğuldu bu uşaq. Mənim uşağımın dostum idi, məndən də böyle yaşdı. Allah öyrənlərimizi rəhmət eləsin. Gözümün qabağında boğuldu, mən çox pis stresə düşdüm. 97-ci ildə mənim 17 yaşım olaydı, 18. Pis təsir, necə oraya gelmədim. Üstündən bir 3-4 il keçdi, 2001-ci ildə yarışma oldu, yəni biz yarışmaya qatılanda şəxsən nə mən istəyir, aydın olsun, orada olan uşaqlar ağlımıza gəlməzdi ki, meyxana ilə pul qazanaq. Şəxsən mən məsələn, o vaxtı bizim mağazinimiz var idi, 2001-ci ildə şəhərdə mağazinləri sökdülər, biraz təriqəyə saldılar, o mağazin də getdi. Allah bu yandan bağlayanda o yandan açır da, qurban Allah da alıyor meyxana, hər ki, birinci veriliş, ikinci verilişdən ki, camağa başladı bizi toya çağırmağa. Ağlımıza gəlməzdi biz meyxana ilə pul qazanaq. Mən o yarış gedə-gedə iş axtarırdım. Papaq, özümüz ev tapşırığımıza yazmayacağıq. Hamısı papaqdan çıxsın qafiyələr. Aynısının rəhbərliyi, 110 min şahın deyildi bir-birini, sən başını xələdir. Biz yarışını qol çəkmişiz, burada davul bağlamışıq sizinlə. Necə papaqdan çıxsın bütün qafiyələr. ki, bir daha mən hazırlamayam Aydına qarşı ev tapşırır. Bir daha o, sonra bir daha mən dəyişmə tuturam. Başlaşdım Aydına qarşı. Bir daha da o mənə, sonra axırıncı çıxır papaqdan. Yəni, uşağım, Azərbaycanda bəlkə bir 6-7 adam tanıyıram ki, uşağına mənim adımı qoyub. Yəni, belə maraqlı bir şeydir də, insan kimsə yaxınlaşır. Sənə ki, mənim bir dostum da var, Ceyhun, sonra bir nəfər də var. O da qoyub adımı. Yəni, bir ki, yaxınlaşır sənə ki, mən sənə adım deyirəm, amma mənim adım da öyle, bu İmam Hüseynin oğlunun adı Əli Əkbər. İndi biz necə o məndən tanıyıb, indi şükür Allaha ki, nə yaxşı ki, elə sevdirə bilmişik. Meyxana eləyiblər şablon, ondan sonra keçən dəfə dediyimizi deyir. Keçən dəfə dediyimi deyənəmsə, otur elə YouTube'da bax da, qoy beynimi işlədim, qoy gəlmişəm bir toy aparım. Tənbəlləşdirirlər, insanlar özündən də asılı deyə toy yiyələrinin. Amma bizdən də çox şey asılıdır ki, 95% bizdən asılıdır ki, tamaşaçıya, xiridara, yaxşı mənada, elə bir ki, sən aşbazsan, yemək versən. Orada menyu yox deyə, orada sən nə versən o yiyəcək. Sən nə edirsən o. Onun sonunda meyxana gətirib çıxarmışıq, öyle içimən qarışıq bu vəziyyətə. Onun sonunda xiridan zövqün korlamışıq. Bağışlayayım, bu səmimi söhbətin arasında bayaq istəməyim sözüm sənin toyunda inşallah. Toyun olub balon toyunda. Gözün izləyirəm sən, fanatunam sən. Tamaşaçılardan özür istəyirəm ki, o televiziyaya gedməməyin, bəzi verilişlərə gedməməyin səbəblərindən biri də budur. Mən siqaret çəkən adamam, indi böyümün yanında söhbəti yoxdur, orada mənə baxanların içində böyülərimin əllərini öpürəm, balacalarımın da gözlərini, alnını öpürəm. Onlar da mənim bir qardaşım balaları, o böyülər də mənim əlimlərim, dayılarım. Sərhədli keçirsən, Allah'ın olsun, qurban olun millətimə, Allah millətimə deməyə həmişə yaxşı nə var, Allah mənim millətimə qismət etsin. O millətin içində mənim balalarım, nəslim, nəzabətim, dostumun balaları, hamısı bizim qanımızdır. Keçən kimi bir dənə ləzzət eləyə, elə bilirsən ki, Allah'a hamd olsun. O şimdi burada
Nə olsa problemlər vətən qurban Azərbaycana, qurban Azərbaycanla döyünən ürəyə döyünən arda oğlan var ha. Qərbçilikdə yaşayan Azərbaycanlılar var ki, Allah'ın olsun, buradakı Azərbaycanlıların çoxundan vətənini bilsən necə sevir. Çünki uzaqda da əli çatmır, lap belə gidirsinlər. Həya eləyirsən, demirsən ki, ayıbdır, mən özümdən nə danışım. Mənə başqasının uğurunu deyirəm. Sə. Neydi o, səbir idi? Hə, yox, səni attım, neydi, səbir idi? Hə, oyna da məsələ, səhərdən gördüm. Yəni, deyirəm, Siz cavab verin. Əzi yaşadacaq. Dostumuzdur Əzi. Verilişin içində canlı yayım edirəm sənə, səs eləmə. Gördüm nömrəvi, deyirəm ki, Əzi yaşadacaq, cavab verir, qoyacaq bunu YouTube'a. Yəni bezdirən olmuşsunuz, yəni bezmirsiniz cəmaatın arasında gəzməkdən. Bir arada olur biraz. O da ki, axranla deyirəm, yolla. Çıxdım bir darışqa şimdi. Eləmisən xeyli qəzəlxanları, bəzlərinin çıxmayıb açsanları, çəkməyinlə kanal van adamları, çəkməyinlə kanal van adamları, çalış ki çəkəsən fərli insanları, çəkkinlə çalış fərli insanları, çəkkinlə tolka fərli insanları, gəl tanıdaq dəyərli insanları, gəl tanıdaq dəyərli insanları, gəl tanıdaq dəyərli insanları, gəl tanıdaq dəyərli insanları. Tanıdaq dəyərli insanlardan adam var ki, özü tanınızı yasansa, adamda var ki, baxırsan ki, buna elə dayaq lazımdır, patdeşka lazımdır ki, sənəti var, kasıb bir oğlandır, amma ki, dolanışığı yoxdur. Ona görə də sən də yanlandırsan,